Vaxtınız xeyir. Bu gün buraxılışa aid sınavımıza baxacağıq. Birinci sualdan, sınaq 1-də birinci sualdan başlayırıq. Birinci sualda deyir ki, ədəd oxunda hər birinin kəsr isə 0,7 olan A və B ədədləri nöqtə ilə qeyd edilmiş. A plus B-ni soruşur. Birinci deyərik ki, ədədin özü nədir? A. A çıxaq tam hissə, yəni -4 bərabərdir neçə olsun? 0,7. Buradan A nəyə bərabər olacaq? A bərabər olacaq -3,3-ə. B. Bir də eyni qaydada. B-nin tam hissəsi neçədir? 2 bərabərdir 0,7. B neçə olacaq? 2,7. Buradan A üstə gəl B-ni tapanda -3,3 üstə gələk 2,7. Bu neçə eləyir? -0,6. Cavabımız olar B variantı. Baxırıq. İkinci sualı ən asan yolu ayrı-ayrı kəsrdə yazmaq. Birinci kəsrin hər tərəfinə 100-ə vuraram. Qalar 120 bölək 2. 122-yə böləndə 60. Üstə gələk. Üstə gələk. Bunu da ikinci kəsrin hər tərəfini 100-ə vuranda 122 bölək 2 eləyər 61. Üstə gələk. Bu nə deməkdir? 1 tam dövrdə 4. Yəni 1 tam 9-da 4. 1 tam 9-da 4. Bunu da 26 qalar yerində. Vuraq 9-da 13. Yəni 13-də 9 kimi yazarıq. 9-da 7 qaldı 18. Deməli 60 üstə gəl 61 üstə gəl 18. O deyilər 139. Üçüncü sualımız. Ədədlərimizi verib əbobu soruşur. Biz əbob nəyə bərabər idi? Hər iki vuruqda olan ən kiçik vuruqları. Hər iki ədədin vuruqlarının ən kiçiyini götürürük. M üstü 3, M üstü 3. Deməli ilə M üstü 3-ün özünü götürürük. N üstü 2, N. Kiçiyi nədir? N. N-i götürürük. Və P üstü 6, P üstü 3. Və P üstü 3-ü götürürük. Gördüyümüz kimi başqa ortaq olan yoxdur. Olar M üstü 3, N, P üstü 3. Cavab olar A bəndi. Suala baxırıq. Bir ədədin standart şəkildə yazılışında hansı ifadə doğrudur? Ədədin standart şəklində yazması qiymətli hissə nəyin arasında olmalı idi? 1 ilə 10-un. Onda yazardıq 1 tam %26 vuraq 10 üstü 6. Ədədimizin tərtib hissəsi olar 6. Qiymətli hissəsi olar 1 tam %26. 3 ilə 5. Cavab olar C variantı. 5-ci suala baxırıq. 5-ci sualda görərik ki, birinci kəsir 1 çıx 0,5, yəni 2-də 1 vuraq. Bu dövrdə 3 qalır 9-da 3, 3-də 1. 1 çıx 3-də 1 eləyər 3-də 2. Vuraq. 0,24-də 4-də 1 dediyinə görə cavabımız olar 4-də 3. 0,2 5-də 1 olduğuna görə olar 5-də 4. Buradan da 2-lər 3-lər ixtisar gedər. 4-lər qalar nə? 5-də 1. Cavab olar B variantı. 6-cı sualda deyir, ədəd oxunda ədədi 13% məsafədə yerləşən B və C ədədləri üçün A, B və C ədədlərinin ədədi ortasını tapaq. Deməli biz yaza bilərikmi ki, B ədədi, yəni B bərabərdir A-dan 13% kiçik. A çıxaq 13. C ədədini isə A üstə gələk 13. Ədəd orta deyəndə cəmləyib sayına bölürdük. A üstə gələk. A çıx 13. Üstə gəl. A üstə gəl 13. Bölək 3. Bərabərdir 20. Buradan 3-a böl. 3 bərabər 20. A bərabərdir 20 olar. Buradan A-nın 20 olmasından tapa bilərik ki, B-miz 7. C-miz 33. Deməli bizdən də B üstə gəl C-ni soruşur. 7 üstə gəl 33 eləyər 40. Cavab olar A variantı. 7-ci sualda əbob 8-in 10-in bərabərdir 10. Buradan N-i soruşur. Biz demişdik ki, ortaq olan vurğu neyirdik? Qarşıya çıxardırdıq. 8 ilə 10-nin hər ikisinin 2-ni çıxardırıq qarşıya. Qalar əbob 4 ilə 5 bərabərdir 10. Burada onda 4 ilə 5-in əbobu 1 olduğuna görə 2-nin bərabərdir 10.
n bərabərdir 5. İndi aparıb ekopda n'in yerinə 5 qoyarıq. Yəni ekop 16 və 2, 10. Buradan da hər ikisindən yenə 2-ni qarşıya çıxardarıq. Onlar ekop 8 və 5. 8 və 5 qarşılıqlı sadə ədəd olduğuna görə ekobu hasili, yəni 40 olar. Onda 2 vuraq 40, 80. İkinci sualımız hovuz məsələsidir. Deyir, birinci nasos hovuzu 4 saata doldurur. İkinci nasos 6 saata, üçüncü nasos 12 saata boşaldır. Deməli yazırdıq 4'də 1, üstə gəlir 6'da 2, üçüncü boşaltdığına görə çıxaq 12'də 3. Bunları ortaq məxrəc eləyərik. 12'də 3 üstə gələk 4, çıxaq 3, üstlər gedər islah qalar 12'də 4, 12'də 4 də islah gedər qalar 3'də 1. 3'də 1 hissəsi dolubsa neçə hissəsi boş qalır? 3'də 2 hissəsi boş qalmış olur. Cavab olar 1. 9-cu suala baxırıq. 9-cu sualda birinci mötərizən həll olunur. Yazarıq 3'də 5, üstə gəl 6'da 7, vuraq 17'də 12, üstə gələk. Bunu da yenə bayaqçı kimi hər tərəfini 100'ə vurarıq. 210 bölü 7 qalar 30. Üstə gələk. Da hər tərəfini 10'a vuranda 90 bölü 9, yəni 10. Mötərizəni çeləyər, ortaq məxrəc eləsək. 6'da 17. Vuraq 12'də 17'də 12. Üstə gələk. 30 üstə gələk 10. 17'lər gedər, 6'lar gedər 2. Qalar cavab 42. Cavab olar cavab. Yine EBOB 160, 280. Yine eyni qaydada ortaq məxrəc çıxardarıq. Hər tərəfdən 80'i çıxardaraq qarşıya qalar EBOB 2 və 3. Üstə gələk. EKOB-da da hər tərəfdən 6'yı çıxardarıq. Qalar EKOB 20 və 7. Buradan indi EBOB-da 2 ilə 3'ün EBOB 1 olduğuna görə qalar 80. Üstə gələk. EKOB qarşıya çıxartdıq 6 vuraq. Bunun 20 ilə 7 qarşılıqlı sadə olduğuna görə hasil. Yəni 140. Olar 80 üstə gələk. 840. Bu da 920. 11-ci sual. 10 hissəni soruşur. 18'i yazarıq. 3 kökdə 2, yəni 15 kökdə 2. Çıxaq. 8'i yazarıq 2 kökdə 2, yəni 6 kökdə 2. 15'dən 6 çıxdıq. 9 kökdə 2. Çıxaq. Bunun tam hissəsi neçədir? 81 vur 2, 162. 162'dən də təqribi kök. 12 ilə 13'ün aralığında olduğu kimi 12 götürürük. Yəni 9 kökdə 2 çıxaq 12. Cavab olar A bənd. 12-ci sual. 12-ci sualda bu tip misallar gördüksə yalnız birinci ilə sonuncunu götürür və sürəti toplayıb sürətə yazırıq. Məxrəcə 2 və 17'nin hasilini, yəni yuxarıya da cəmi eləyər 5. Bu da 34'də 5. 13-cü sualda ədədlərin işarəsini istəyir. Burada hər bir ədədi birinci kökün altında salmalıyıq ki, mənfi və ya müsbət olmağını bilək. 3,2'nin kvadratı eləyər 10 tam %24. Çıxaq kök altında 10. Deməli bu nədir? Müsbət. Dedə 7'ni salarıq kökün altına. 49 vur 2, yəni 98. Çıxaq.
Çıxaq 125. Kökün altı 125. Deməli nədir? Mənfi. C-də 1,8-in kvadrat 3,24. Çıxaq kök altında 3. Deməli burada da C olar müsbət. Oldu müsbət, mənfi, müsbət. Haber. 14-cü sual. Sonsuz dövr-onluq kəsir. Sonsuz dövr-onluq kəsirdə deyir ki, hansı bərabərlik doğru deyil. Yəni bərabər deyil. Burada görürük ki, A variantında 24 kimi yazırıq düzgündür. 2,42 şəklində yaza bilərik. 24, 24. Yəni dövrdə 24 kimi yazmaq olar. Amma D variantında görürük 424 təzədən təkrarlanmır. 2 gəlir. Deməli cavab olar D variantı doğru olmaz. 15-ci sualda. 15-ci suala baxırıq. 15-ci sualda artan sıra ilə deyirsə, dedik ki, kəsiri müqayisə eləyəndə ortaq məxrəcə gətiririk. Onda A olur. Bunları ortaq məxrəc 40 olduğuna görə olur 40-da 28. B olur 40-da 15. C olur 40-da 16. D olar 40-da 26. Ən kiçiyinə olar B, sonra C, sonra D, A. Cavab olar C bəndi. 16-cı suala baxırıq. 16-cı sualda birinci açarıq üçün 10-a. Üstə gələk B. Çıxaq 10B. Çıxaq A. Bərabər olar 72. Buradan görək ki, 9A çıx 9B. Olar 72. Hər tərəfini bölərik 9-a. A çıxaq B. Olar 8. Görünür ki, A və B bir rəqəm olduğuna görə olar A-mız 9, B-miz isə 1. Deməli bizdən soruşur A kvadratı plus B kvadratı, yəni 9-un kvadratı üstə gələk 1-in kvadratı. O da eləyər 82. Keçirik 17-ci sual. 17-ci sualda deyir ki, bu da 20-yə bölünməsindən alınan qalıqdır. Baxırıq A-nın vuruqlarının içində 20 eləyən varmı? Var. 4 vuraq 5. 20 elədiyinə görə deməli bu ədəd tam bölünür. Nəyə baxmalıyıq? 59-a. 59 böl 20 qalıq olar 19. Keçirik 18-ci suala. 18-ci sualda mötərəzəni vurub açarıq. 0,78-in kubunu 0,78-ə vuranda gedir 0,78-in kvadratı qalır. Vuraq 10. Çıxaq 0,78-lər gedər. Qalar 0,22-nin kvadratı. Vuraq 10. Onu mötərəzi xaricinə çıxardarıq. Qalar 0,78-in kvadratı. Çıxaq 0,22-nin kvadratı. Onu da bir dəfə çıxaq, bir dəfə üstə gələk olduğuna görə 10 vuraq 1 toplayanda. Çıxanda eləyər 0,56. Bu da eləyər 5,6. 19-cu suala baxarıq. 19-cu sualda deyir ki, bu ədədi ona böldükdə qalıqda 4 alınır. Deməli, sonu 0 olmalıdır. Qalıq 4 olmaq üçün C neçə olmalıdır? 4. C-nə yazdıq 4. 9-a bölünmə əlamətimiz nə idi? Ədədlərin, rəqəmlərin cəmi 9-a bölünməlidir. 2, 5, 7, 4. Eləyər 18. Biz ən böyüyünü soruşursa, 18-in üstü 18 gələ bilərik. 9, 9. Amma bizə şərt verib aşağıda ki, A fərqlidir, B olsun. A fərqlidir, B olmaq üçün deməli biz 36-ya baxmırıq. 36-dan kiçik 27 olmaq üçün 9 olar. İndi 9-u 8 bir kimi götürə bilərik. Amma bizə hasilin böyük qiyməti lazımdır. Hasilin böyük qiyməti olmaq üçün 5 ilə 4-ü götürərik. Deməli onda 5 vuraq 4. Vuraq C-miz neçədir? 4. Bu da olar 80. 20-ci suala baxarıq. 20-ci sualda deyir 3-də 29-u dövr çəkində göstərir. 29-u bölər 3-ə qalar 9. Qalıqda 2. Deməli nədir? 9 tam 3-də 2. Deməli buradan görünür ki, anamız neçədir? 9. A bərabərdir 9. B-miz nə olar? B-miz deməli dövrün məxrəci 9 olmaq üçün. B-miz neçə olmalıdır? B-miz olar 6. A-mız oldu 9. B-miz oldu 6. 9 vuraq 6, 54. Cavabımız olar 54. 21-ci suala baxaq. 21-ci sualda bayaq dediyimiz qaydada mötərizənin içini həll edirik. Birinci 22 olduğu kimi qalır.
Mötərizənin içində 2-də 1 vuraq 2-də 3 vuraq 3-də 2 vuraq 3-də 4 nöqtə neçə olar axırda? 11-də 10 vuraq 11-də 12. Deməli biz bayaqçı qaydada hamısı ixtisar gedər, qalar birinci ilə axırıncı. 22-miz qaldı. 22 vuraq 2-də 1 vuraq 11-də 12. Cavabımız olar 12. İxtisar gedər, qalar 12. 22-ci suala baxırıq. 22-ci sualda deyir ki, AB ədədləri üçün 2-3b ifadəsinin ən kiçik qiymətlər aldığını bilərək. Ən kiçik qiymət aldığını bilərək. Deməli, nə edirik? 2-3b-ni bərabər götürürük 0-a. Onda 2 bərabərdir 3b. Buradan dedik ki, ədədlərimiz qarşılıqlı sadədir. A-mız 3, B-miz 2 olar. Bu ifadənin böyük qiyməti deyirsə, deməli böyük qiymət almaq üçün məxrəcin kiçik qiymət. Yəni elə A-nın 3, B-nin 2 qiyməti. Yəni olar 120 bölək A üstəgəl 5 olar 5. O da eləyər 24. Cavabımız olar 24. Gəldik 23-cü sualımız. 23-cü sualımızda əgər bərabərliyin sağ tərəfində 0 varsa, deməli hər birini 0-a bərabər götürüb bu misalı həll eləmə. Birincidə x-4 0-a bərabər olsa, x bərabərdir 4 olar. Yenə x-in yerinə 4 qoysaq, 4 minus y üstəgəl 3 bərabərdir 0. Y-imiz olar 7. Üçüncüdə y-in yerinə 7 qoysaq, z üstəgəl 7 çıx 13 bərabərdir 0. Z-imiz olar 6. Bizdən də nə soruşur? Bunların cəmini. Yəni 4 üstəgəl 7 üstəgəl 6 eləyər 17. Suala baxarıq. Yeni neçə natural qiymətində kəsrən qiyməti naturaldır. Burada vurub açmağa ehtiyac yoxdur. Yalnız bizə lazım olan sərbəst hədlərdir. 4 vur 11 44. Mənfi 4 vur 2 mənfi 8. 44 çıx 8 eləyər 36. 36 bölə y-in bizə lazım olan budur. 36-nın bölə y-in olanda natural olmaq üçün y-nin hansı qiymətləri olur? 1, 2, 3, 4, 6, 9, 12, 18, 36. Neçədən olar? 9 dənə olar. Cavab olar 9. 25-ci suala baxarıq. 25-ci sualda deyir ki, uzunluğu 96 metr və 54 metr olan düzbucaqlı futbol meydançasının perimetr. Perimetr soruşursa birinci düzbucaqlının perimetrini tapırıq. Düzbucaqlının perimetri nəyə bərabərlikdir? 96 üstəgəl 54 vuraq 2. P bərabərdir 150 vur 2 olar 300. Perimetrini tapdıq 300. İndi bizə lazım olan eyni məsafədə direklərin basılması. Eyni məsafəni tapmaq üçün nəyi tapırdıq? EBOB-unu. EBOB 96 və 54. Biz bunu ən sadə tapmaq üçün ortaq vuruq kimi altını çıxardırdıq. Qalırdı EBOB 16 və 9. 16 və 9 qarşılıqlı sadət olduğuna görə EBOB olur 6. Yəni bunun EBOB 1 olduğuna görə olur 6. Biz tapdıq ki, hər 6 metrdən bir dirəklər basırılmalıdır. İndi bizə neçə dirəyi soruşur? Onda 300-ü bölürük 6-ya, qalır 50 dirək olar. Çox sağ olun.